Hər kəsə salam və kanalıma xoş gəlmisiniz. Gəlin vloqumuzu mənim səhər yeməyindən başlayaq. Hər birinizə sizə də nuş olsun deyirəm. Əgər yeməyinizi yeyirsiniz, fərq eləmir günorta, axşam ya da ki səhər. Brokoli özümə hazırladım belə omletlə və çay. Dünən özümə belə keks hazırlamışdım. Dietik keksdir bu. Burada nə un, nə də ki şəkər var. Heç nə yoxdur. Belə. Mənə nuş olsun. Nəhayət ki, mən vaxt tapdım və indi kisel hazırlayacağım. Burada deməli 6 stəkan su var. Burada yazılıb necə eləmək lazımdır. Əvvəl tez-tez alırdım. Bilirdim əzbər, heç baxmırdım da necə hazırlayırlar. Daha doğrusu nə qədər su lazımdır. İndi unutmuşam. Çoxdandır çünki almıram. Və bura 6 stəkan su. Burada isə bu suyu bununla qarışdıracağım. Bir hala gətirəcəm və sonra bunu bunun içine tökəcəm. Hələlik bunu qoyuram qazın üzərinə ki su isti olsun. Bu su soyuqdur. Buradakı da soyuqdur. Bunu qoyuruq qazın üstünə. Да, возьми, пусть будет. Evi səliqəyə saldım, hər şeyi yerləşdirdim və yoldaşımla getdik biraz bazarlıq eləməyə. Evdə tərəvəzlər yox idi və getdik tərəvəz almağa. Girdik Tam Store-a və sizə deyim, ən gözəl bu dəqiqə qiymətlər Tam Store-dadır. Bəlkə həftə sonu olmuşdu deyə ona görə qiymətlər belədir. Adətən belə marketlərdə həftə sonu bütün tərəvəzlər, meyvələr qiyməti aşağı düşür. İndi bazara getməyə heç bir mənası yoxdur, çünki bazarda qiymətlər bahadır. Mən bazara ancaq yayda gedirəm, çünki yayda qiymətlər münasib olur. Amma qış vaxtları marketlərdə alış-veriş eləməyə daha sərf eləyir. Burada sizi üçün kartuşkanı da çəkdim. Qiyməti 69 qəpiyə idi. Biraz yaralı da var idi, amma seçsəniz çox yaxşı kartuşka seçmək olardı. Soğan isə 25 qəpiyə idi. Qiyməti çox qəşəngdir. Özü də yaxşı idi, belə yaralı zat deyildi. Mənə göyərti də lazım idi, amma baxdım və göyərti heç xoşuma gəlmədi və göyərtini bazardan alacağım. Limon gördüm, o da endirimdə olmuşdu. 3 manat 60 qəpiyə idi deyəsəm. 2 dənəsini götürdüm. Çoxdandır ki, balqabaq almırdım. Balqabağı mən çox xoşlayıram. Sok eləyirəm, özümə biraz aş eləyirəm. Çox vaxtı balqabağı təmizləyirəm və pörtlədirəm. Üzərinə biraz bal eləyib belə desert kimi yeyirəm. Və bircə dənə özümə zəncəfil götürmüşəm ki, çay düzəldim. Əslində zəncəfili heç vaxt almırdım. Birinci dəfədir belə alıram. Zəncəfilin tozunu alırdım. İstifadə eləyirəm. Çox pis dadır. Amma belə bütöv kök sayılır da deyəsə bu. Zəncəfil kökünü heç vaxt almamışdım. Birinci dəfədir aldım. Və elə yanında gördüm ki, qəşəng quru meyvələr yığmışdılar qabın içinə, amma qiymətlər çox yüksək idi. Ananas dilimi götürmək istədim. Bir paçkası 12 manat 6 qəpiyə idi, amma hayfım gəldi və ona görə almadım. Marketlərdə təbii səs saxlamaq mümkün deyil, çünki onlar yüksək səslə mahnı qoyurlar və hətta burada danışanda heç nə eşidilmir və ona görə məcbur burada səs üstündən yazdırıram. Ətin qiymətinə baxdım, çox qəşəngdir, özdə təzə gətirib kəsmişdilər, bura düzmüşdülər. Qiyməti çox yaxşıdır. Bu arada elə bazarda da 16 manat 50 qəpiyə idi deyəsə ət, səhv etmirəmsəm. Burada da 16 manata endirimdən almaq olar. Amma çox qəşəng ətdir. Biz biraz götürmüşük və filə götürdüm. Endirimdə idi 7 manat 29 qəpiyə. Özümə istədim bir dənə silotka götürüm. Silotkanın qiymətini görəndə şoka düşdüm. İçində bir damcı belə nazikdir. Deyəsə 200-300 qramdır belə hardasam. Qiyməti isə 6-7 manatadır. Əlim gəlmədi və ona görə almadım. Yumurta götürdüm 30 dənə, bilmirəm siz necə yumurta işlədirsiniz. Axır vaxtları bizdə 30 dənə yumurta hardasa 4-5 günə bəs eləyir. Demək olar ki, hər həftə biz 30 dənə
45 dənə yumurta alırıq. Dəhşət çox yumurta gedir bizdə. Smetanı alacağam indi və qiymətlərə baxıram. Hansı ki endirimdə olacaq onu götürəcəm. Əlbəttə ki, tarixə baxıram, nə vaxt bitəcək və ondan sonra götürürəm. Əgər orada az vaxta qalıbsa, onda əlbəttə ki götürmürəm və başqa bir smetanı seçirəm. Dr. Milk'ın smetananı heç vaxt almamışdıq və ona görə bu dəfə bunu götürəcəm. Və bizim uşaqlar qara ekranı çox xoşlayırlar. Əlbəttə ki, bu təbii qara ekran deyil, amma uşaqlar xoşlayırlar deyə ona görə götürdüm. Nəinki uşaqlar, hətta biz də xoşlayırıq. Qara çörəyin üzərinə belə yaxırsan, çox qəşəng dadlı olur. Və istəyirəm əridilmiş pendir götürüm. Adı Sırabaqatov gedir, amma burada tapa bilmədim. Başqaları var idi. Almağı istəmədim, çünki başqalarını mən alırdım Araz marketdə, Bravoda. Dadı elə bir ki, adi pendir kimi dadırdı da. Amma Sırabaqatov o içi tərəvəzli olur, sadəsi də olur. Dadı amma çox qəşəngdir. Burada amma yox idi, alamadım. Mən taneli makaronu alıram. Belə böyük paçkada götürürəm bir dəfəlik. Orada deməli 5 kilo olur içində. Və bu bizə uzun müddətdir ki, xeyli gedir. Hardasa 2 ay gedir, 2 ay yarım belə. Arada əlavə spagetti də götürürəm, çünki uşaqlar bizdə çox xoşlayırlar. Bir paçka vanil götürdüm və bir paçka maya. Mən mayanı belə bir dəfəlik alıram, çünki bu daha yaxşıdır. Böyük paçkalar əvvəl alırdım və o tez-tez işlətmirəm deyə sonra havası çıxır və yaxşı xəmiri qaldırmır. Ona görə belə bir dəfəlik paket alanda bu daha sərf eləyir. Və gəldim mayonez tərəfə. İstədim mayonez alım, amma endirim yox idi. Durdum, fikirləşdim. Endirimdə olan mayonez almaq istədim. Baxdım ki, o da yoxdur, bitmişdi və sonra yadıma düşdü ki, bir kanalda, yadımda deyil hansı kanaldaydı, rus dilindəki kanalda yoxsa elə burada bir xanım yazmışdı ki, mayonezi özünüz hazırlayın. Bu daha yaxşıdır. Bilirsən ki, içində nə var, nə yox və ona görə fikirləşdim, alım, almayım, amma almadım. Dedim, gedim evə, özüm mayonez hazırlayacağam. Əgər xoşuma gəlsə, ondan sonra həmişə özüm hazırlayacağam, daha almayacağam. Və burada sizə Colgate göstərirəm. Bunu mən bizdə Binəqədidə Aptavoy var, oradan alıram. 6 manata idi içində 2 dənə. Amma burada 6 manat 50 qəpiyə olmuşdu qiyməti. Bir də bu emal qazanlarda endirimdə olmuşdu. Nənəmin qazanına oxşayır, lap balacadır. İçində yazılmışdı ki 3 litrlikdir, amma belə baxırsan heç oxşamır ki 3 litrlikdir. Mən almadım, çünki məndə emal qazanlarım var. Elə də çox işlətmirəm onları və ona görə elə belə qiymətə baxdım və yan keçdim. Bir də burada sizə nə göstərmək istəyirəm. Baxın, bu rakvinanın içidir. O zibil zad içinə yığılsın deyə belə bir şey. Burada 2 manat 50 qəpiyə, 3 manata idi qiyməti. Razmerə baxırdı da. Çox bahadır. Mən bunu deməli hər şey 1 manatlıq olan dükanda 1 manata almışdım, balacası, böyüyü. Düzdür, mən səhv aldım da, mən balacasını götürmüşəm. Gərək biraz böyüyünü götürərdim, çünki orada elə bil rakvinanın içində oynayır. Qabları yuyanda o hər dəfə tərpənir və elə olur ki, zibil gah bunun içinə gedir, gah da ki, kanalizasiyanın içinə düşür. Və ona görə bunu burada gördüm, istədim götürüm, çünki mənə indi yekə lazımdır. Evdəki çox balacadır. Qiyməti görəndə şoka düşdüm, dedim yox, almayacağam, çünki çox bahadır. Nojuna, Elnur. Nə lazımdır belə noj? Kimə lazımdır vəşi bu noj? Heç kimə lazım deyil belə noj. 2 manat 30 qəpik. Bıçağı gördüm və onun qiymətinə baxanda şoka düşdüm. Yəni bax, balaca bıçaqdır. 1-2 dəfə ondan istifadə edəndən sonra artıq ucu xarab olacaq və elə bir qiymətə qoyublar ki, yəni çox bahadır da. Mənə əslində heç indi bıçaq lazım deyil. Mən təzəlikcə almışdım, sizə göstərdim. Sadəcə xanımlar yazmışdı ki, harda yaxşı bıçaqlar görsəniz, yaxşı endirimdə görsəniz, mütləq bizə göstərin və ona görə sizin üçün çəkirdim bu bıçaqlar. Amma sizə deyim,
Burada qiymətlər, produktun qiymətləri yaxşıdır, amma bu mətbəxə aid olan şeylər hər şey baha idi. Keçdik bu şampun olan tərəfə. Çox sevirəm bu отделы. Burada vəbşə saatlarla duraram, oxuyaram, baxaram bütün şampunları, balzamı, krem, nə bilim, hər bir şeyini bir-bir toxunub baxmağa, oxumağa çox xoşlayıram. Sadəcə yoldaşımla gəlmişəm deyə burada bu qədər vaxtımı itirə bilmərəm. Həm də ki, evə tələsirdim getməyə. Ona görə bu tərəfdə heç nə almadım. Çünki mən bizdə Binəqədidə bayaq dediyim kimi Aptavoy dükan var. Mən oradan alıram. Bu şampundur, balzam, belə şeyləri həmişə oradan alıram. Orada daha sərf eləyir, qiymətlər çox qəşəngdir. Bir də bu frutis sizə göstərmək istəyirəm. Məndə bu frutisdən var. Qiymətə baxın, 11 manat 98 qəpik, 12 manatdır da. Amma heç yaxşı deyil. Bilmirəm, bəlkə mənim saçıma düşmədi. Yəni bunu biraz eləyirsən, bu kremdir da, saçı yuyandan sonra yumuşalsın, dolaşmasın, bunun üçündür və qırılmasın saçlar. Amma əksinə mənim saçıma heç düşmür, tərsinə mənim saçımı cod eləyir bunu istifadə eləyəndə. Əlbəttə ki, mən onu atmamışam, hayıfdır, o qədər pul verdim, mənim saçıma düşmədi, amma uşaqların, qızların saçına eləyirəm ki, tez bitsin və onu götürüm tullayım və bir də heç vaxt almayacağam. Bu tərəfdə hər şey diabetiklər üçün satılırdı və mən özümə belə sorma konfet götürmüşəm. Qiyməti 2 manat 70 qəpiyyədir. Çünki mən şokolad, şirniyyat belə şeyləri yemirəm və çayı ya xurma ilə, ya kişmişlə, ya da ki indi bu sorma konfetlərlə içəcəm. Bir də bu şəkər almaq istədim. Qiymətinə baxdım, çox bahadır və ona görə heç nə almadım. Nəysə biz qayıtdıq evə və yeməyimizi hazırlayaq.
Və bu da mənim mətbəxim yeməkdən sonra. Belə. Vəziyyətim ağlamalıdır, amma mən ağlamayacağam, çünki mən gedirəm yığışdırmağa. Sizsiz yığışdıracağam və sizə nəticəni göstərəcəm. Mətbəxim təmiz, evim təmiz. Mən getdim dincəlməyə və burada sizinlə sağollaşacağam. Ümid edirəm ki, videomu sonuna kimi baxmısınız. Yeni izləyicilərdən həmişəki kimi xahişim var. Kanalıma dəstək olmaq üçün mütləq abunə olun. R bölməsinə smaylik saxlamağa və like eləməyə unutmayın. Mən isə öz tərəfimdən həmişəki kimi hər birinizə can sağlığı arzulayıram. Növbəti vlogda inşallah ki görüşərik. Hələlik.